Hörmətli cənab prezident, hörmətli Ali Baş Komandan, mən bir konstitusiyalı Azərbaycan vətəndaşı kimi sizə müraciət edirəm. Belə ki, oğlum Hidayətov Zöhrəb Raqiboğlu və dayım nəvəsi Şirinov Emin Valihoğlu müqavilə bağlayıb ikisi müştərək işləməklə xarici ölkələrə kənd təsərrüfat malları yollayırdılar. Təəssüflər olsun ki, hər ikisini 2023-cü ilin dekabr ayında həbsə aldırıblar. Artıq 1 il 11 aydır ki, istintaq gedib, eyni zamanda məhkəməsi olur. Oktyabrın 16-sında Sumqayıtda son məhkəməsi olmalıdır. Amma bunların heç bir maddi sübutları yoxdur. Onların 2 maddə ilə həbsə alınıbdır. Təsdiq olunan maddələr də dadına yetmir, əksinə gedir. Belə ki, övladım, qohumum təsərrüfat mallarını xaricə yollamaqla bütün dövlət vergilərini ödəyir, tamoçnin rüsumunu ödəyir. Eyni zamanda dövlət büdcəsinə 7 milyon manatdan artıq pul keçiriblər. Həbsə alınıblar, istintaqda da heç bir maddi sübutlar həyata keçmir. Sumqayıtda ağır cinayətlərdə ayın 16-sında, bu ayın 16-sında işinə baxılacaq. Bir hörmətli, rəhmətli ulu öndərimizin layiqli davamçısı kimi, valideyn kimi mən sizə müraciət edirəm. Onun işinə haqla, ədalətlə baxılmasına nəzarətinizi unutmayasınız. Övladı var, az yaşlı uşaqlardır. Mən özüm də 2-ci qrup ömürlü şəkərli diabet xəstəsiyəm. Onlar mənim himayəmdə yaşayır. Maddi imkanım da pisdir, səhət imkanım da pisdir. Oğlum içəridə olan vaxtda əməliyyatda olunub böyrəyindən. Səhət imkanı get-gedə də gərginləşir. Odur ki, sizə müraciət edirəm. Hörmətli ulu öndərimizin layiqli davamçısı kimi haqla, ədalətlə məhkəmədə baxılmasına köməkliyinizi əsirgəməsiniz. Sizə təşəkkür edirəm. Siz Qarabağ döyüşlərində xalqımızın tarixini yazdınız. Xalqımız sizi unutmur. Xalqımızın ürəyinin ən dilbər güşəsində məskən salmışsınız. Sizə böyük ümidlə müraciət edirəm.